Demək salam dostlar. Bu videoda biz 7-8-ci siniflər, həm də 9-10-cu siniflər düşmüş belə bir sualın izahına baxacağıq. Mən videoda izah etdikdə orada bir səhvə yol vermişəm. Təbii ki, yəqin ki, yorğunluqdan olub. 8-i gətirdikdə 35-in üzərinə gətirmişəm videoda 7-8-ci siniflərdə. 9-10-cu siniflərdə isə bu sualı saxlamışdım güya digər videoda baxasınız. Orada səhv olub. Ümumilikdə bu sual 7-8-ci siniflərin 3-cü sualıdır. 9-10-cu siniflərin 7-ci sualıdır. Bu sualın həllinə indi baxaq. Çox rahat həlli var əslində. Yorğunçuluqdan olub, üzrlü sayarsınız. Heç rəy bildirən də olmayıb ki, mən baxım ki, 7-8-ci siniflərdə o sualı səhv izah eləmişəm əslində. Baxaq, yenidən öyrənmiş olaq bu videoda. Deməli, nə etmək lazımdır? 3-ü, 5-i, 8-i, bir də 2-ni, bir rəqəmləri ən alta gətirmək lazımdır. Zaten bizdə 3 ilə 2 ən aşağıdadır. Biz 5 ilə 8-i aşağı gətirməliyik. Yəni 28 ilə 35-in yerinə. İndi mən də belə bir gediş eləyirəm. Baxın. Çalışıram ki, 5-i gətirim 28-in yerinə. 5-i sola, 28-i yuxarı, 3-ü sağa, təzədən buradakı 5-i aşağı gətirdikdə neçə yol olur? 4 yol olur. Bir də deyirəm 5-i sağa, 28-i yuxarı, 3-ü sağa daha doğrusu, 5-i sola idi. 5-i aşağı və 5 yerləşdi harda? Burada. 3 yerləşdi burada. 2 də buradadır. Hal-hazırda indi bunları yerləşdirdik. 8 qalıb. 8 eləmək üçün 102-ni yuxarı, 134-ü yuxarı, 35-i yuxarı, yəni bu 102 buradadır. 102 buradadır. 134 buradadır. 35 də buradadır. Düzdür? Sonra 2-ni sağa, 8-i isə aşağı gətirməliyəm. Yəni 2 burada, 8 buradadır. Bu formada. Bax 5, 3, 8 və 2 yerləşdilər aşağı ən alt sətirdə. Neçə gediş oldu burada da? Fikir verin, oxları saysanız görəcəksiniz. 1 dənə gediş, 2 dənə gediş, 3 dənə gediş, 4 dənə gediş və 5 dənə gediş də burada. Ümumilikdə 4 ilə 5-in cəmi 9 gedişə ən azından bu formaya sala bilərik. Yəni cavab burada C variantıdır. Bir də deyirəm 7-8-ci siniflərin 3-cü sualı, 9-10-cu siniflərin 7-ci sualıdır. Burada da həmin o adlandırmanı bir də yerinə yetirin, baxasınız dəqiq olsun. Ancaq oxlarla göstərirəm. 5, 28 yuxarı, 3 sağa, 5 aşağı. Neçə dənə ox var? 4 dənə ox var. 4 dənə gediş deməkdir. 102 yuxarı, 134 yuxarı, 35 yuxarı. 2 sağa, 8 aşağı. Burada neçə dənə ox işarəsi görürsünüz? 5 dənə. Bu da 5 gediş deməkdir. Cəm 9 verəcək bizə. Diqqətinizə görə minnətdaram. Hər hansı bir yerdə videolarda səhv etdikdə xahiş olunur ki, orada rəy bildirərsiniz ki, mən də yenidən ya video çəkim, ya da rəy bölməsində bildirim fikirləri. Diqqətinizə görə minnətdaram.